Какое слово можно заменить словом оно? Ano sözünü verilmiş hansı sözlə əvəzləmək olar? Ano sözü orta cinsdə olduğu üçün variantlarda orta cinsi tapmalıyıq. Дом – мужской род, победа – женский род, şahmatı – множественное число, yəni cəmdədir. D – место – orta cinsdədir. Ano – место. Hər ikisi orta cinsdədir. Doğru variant D. В каком слове после Ч пишется bukva A? Hansı sözdə Ç hərfindən sonra A yazılır? Baxırıq sözlərə. A variantında çukki, U. B variantında чучело, U. C variantında чувство, U. D variantında печать, A. Doğru variant D. Укажите слово женского рода. Женский rodda, yəni qadın cinsində olan sözü göstərin. Сорока A ilə bitib qadın cinsindədir. Doğru variant A. Digər sözlərə yenə də nəzər salaq. B variantında озеро orta cinsdədir. C variantında время orta cinsdədir. D variantında король kişi cinsindədir. Doğru variant A. Составьте предложение. Cümlə qurun. Sözlərin altından xətt çəkərək onların sıralamasını təyin edəcəm. Самая слабая шахматная фигура – это пешка. Demək sıralama 2, 4, 1, 3 oldu. Doğru variant B. Какое слово сочетается со словом моя? Моя sözü ilə hansı söz uyğun gəlir? Variantlara nəzər salaq. Дерево – мое. Комната моя. Зубы мои. Друг мой. Demək, моя sözü ilə комната sözü uyğun gəlir. Doğru variant B. В каком слове звонкое согласное оглушается? Hansı sözdə cingiltili samit kar olur? Pirog sözündə cingiltili samit kar olur. Pirog yazarkən G yazırıq, tələffüz edərkən isə K kimi tələffüz olunur. Pirog. Doğru variant A. Сколько слогов в слове соответствие? Соответствие sözündə neçə heca var? Bir hecada bir sait olması qaydasını unutmuruq və sözümüzü hecalayaq. So, ot, vet, stvi, ye. Beləliklə sözümüzdə 5 heca oldu. Doğru variant C. Укажите звонкие согласные. Cingiltili samitləri göstərin. Cingiltili samitlər verilmiş sıra B variantındadır. Doğru variant B. Укажите верное окончание. Doğru sonluğu göstərin. Verilmiş söz birləşməsində isimin sonluğu cəmdədir. Demək ki, bizə sifətin də şəkilçisi cəmdə olması lazımdır. Verilmiş şəkilçilərdən cəmdə olan C variantında ı-ye olacaq. Цветные карандаши. Переведите слово ластик. Lastik sözünü tərcümə edin. Lastik rus dilində pozana deyirlər. Doğru variant D.